Salam, hər vaxtınız xeyir olsun. Əziz dostlar, necəsiz? Nə var, nə yox? İnşallah ki, yaxşısınız. Mən də şükür Allaha yaxşıyam və dünən video çəkib paylaşmışdım. Sizə də demişdim ki, mən begonia gülləri sifariş eləmişəm bir xanımdan. İnşallah onlar gəlsin, çəkib sizə göstərəcəm. Bu gün xanım yazdı ki, bəs gətirmək istəyirəm. Mən də götürdüm güllərimi. Düzdür, başqa begonia güllərim də var. Onlar da başqa xanımdadır. İnşallah onlar da gəlsin, göstərəcəm sizə. Və mənim sevdiyim güllər arasında begoniyalardır, hoyalardır, bir də sanseveriyalardır. Bu üç gülün, yəni bütün sortlarını çox sevirəm, çox da bəyənirəm. Yəni nə qədər olsa da almaq istəyərəm. Deməli, belə 3 sort begonia götürdüm xanımdan. Belə bir balaca qabdadır. Baxın, bunların daha çox yarpaqlarını bəyənirəm. Çiçəklərin yox, o qədərdir. Amma yarpaqların çox gözəl, fərqli yarpaqları olur. Və artıq bunları mən yavaş-yavaş bitirməyi, yəni böyütməyi öyrənmişəm. Yəni torpağı biraz belə yumşaq torpaq olsun, yəni bərk torpağı sevmirlər. Yəni suyu rahat keçsin. Belə bir torpaq istəyirlər və çox suyu da sevmirlər. Günəş altında saxlamaq olmaz. Sərin bir yerdə qalmalıdır. Yəni sərin deyəndə aparıb hansısa bir qaranlıq künc yerdə saxlamaq olmaz. Yəni ortamı elə tutmaq lazımdır ki, biraz belə günəş uzaqdan düşsün, amma üstünə düşməsin. Onda yarpaqları yandıra bilər. Suyu da yəni baxmaq lazımdır ki, artıq özün baxanda torpağında bilirsən ki, bu quruyub. Onda azca su vermək lazımdır. Yəni çox suda onun köklərini xarab etmiş olarıq. Yəni belə böyüdürəm mən və burada məndə var. Onu göstərim sizə. 2 qab belə əkmişəm. Bunları mən özüm alanda hardasa 1-2 yarpaq vardı bunlarda. Amma indi görürsünüz nə qədər balaları var. Yəni bunun da eyni elə. Özüm belə qabları kəsib bunlarda əkirəm ki, burada həm kökün görə bilirəm. Mənə rahatdır. Yəni belə qablar olan kimi götürürəm, güllər üçün saxlayıram. Yəni bunu da dəyişəcəm bu qabın. Bir 2-3 gün qalsın ev mühitinə öyrəşəndən sonra bunu da qabın dəyişib, biraz böyük elə bu formalarda qaba keçirəcəm. Sonra var belə yarpağı bu formada olan, baxın görün nə gözəldir bunların yarpağı. Amma bunların qabını dəyişməyəcəm. Baxın bunun burada nə qədər kökləri də var. İnşallah yeni balalar da verər. Sonra bir də belə rəngdə olanı var. Bu da yanında çoxlu balaları var. Qabının ölçüsü də qəşəngdir. Yəqin ki bu ili, yox bu ili bilmirəm hələ dəqiq. Hardasa bir 2-3 ayı bu qabıda keçirə bilər. Amma baxaram ki, gördüm torpaq xoşuma gəlmir, onda dəyişərəm mən bunları. Belə. Burada nəsə yarpağı yanıb. Sonra belə bir hoya da götürdüm. Sadə yarpaqlı. Bunun yarpağı varigat olanı var məndə. Amma beləsi sadə olanı yox idi. Bu da qəşəngdir. Bunu xanım belə budaqlı 7 manata paylaşmışdı. Bir də belə bir bunların mən adlarını bilmirəm. Nəsə bir sarmaşıq kimi olan bir güldür və bunun yarpağı gördüyünüz kimi böyük sort olanıdır. Bunun balaca olanı var məndə. Heç yaxşı da bitmir. Amma bu böyük də var. Buradan da belə, oradan nəsə balası çıxır. Bunun qabı da yaxşıdır. Yəni ki, dəyişmərəm. Bir ağ qab alıb içinə yerləşdirərəm. Deməli, aldığım güllər bunlar idi. İnşallah kanalıma abunə olarsınız, bəyənməyi unutmayın. Bu mənim üçün çox vacibdir. Yəni yenidən həvəslənirəm videolar çəkmək üçün. Nə bilim, maraqlıdır mənə də. Fikirlərinizi də yazmağı unutmayın. İnşallah yeni güllərim gələndə onları da çəkib sizə göstərərəm. Orada da begoniyaların başqa sortlarıdır. Belə hələlik sağ olun. Hamınıza təşəkkür edirəm öncədən.
Yeni videoda görüşənədək hələlik.